Gəlin karbohidrogenlərdə bir dənə baxaq. Karbon və hidrogenin kütlə payı məsələsi. Alkanlarda Mr karbonun kütlə payı ilə necə asılı idi? Mr artdıqca karbonun kütlə payı necə dəyişirdi? Hidrogenin kütlə payı necə dəyişirdi alkanlarda? Kimin yadındadır? Onu əslində yoxlamaq da olar. Amma əzbərə Mən də onu hesablayıram, yadımda qalmır. əzbərə də demişdim. Alkanlarda bəli, karbon artırdı. Nisbi molekul kütlə artdıqca və ya karbon sayı artdıqca karbonun kütlə payı artır, hidrogen azalır. Uşaqlar, sikloalkan, indi bunları yadında saxlayın. Sikloalkan qalib. Bir də alken. Sikloalkan və alkenlər isə uşaqlar, sikloalkan və alkenlər isə bunlarda karbonun omegası, bir də hidrogenin omegası kütlədən asılı deyildir. Hansı alkeni yazsan, hansı sikloalkanı yazsan, hesablasan görərsiniz ki, sabit. Bunlar da dəyişmir. Bunlar da konstant, sabitdir. Amma uşaqlar alkadiyendir. Alkadiyen. Ondan sonra alkindir. Alkadiyen, alkin. Bir də aromatikdir. Alkadiyen, alkin, bir də aromatik. Bunlarda isə alkanın əksidir. Omega, karbon, deməli, kütlə artdıqca karbonun kütlə payı azalır, amma hidrogenin kütlə payı neynir? Artır. Kim istəsə bunu belə əzbər kimi yadda saxlayır, kim də istəsə, sadəcə bunu niyə belə deyirəm, imtahanda vaxt az geçsin deyə bu məsələlərdə diqqətli olun.